Bismillah, elhamdülillah, esselatu vesselamu ala Resulillah, əmmə ba'd, esselamu aleykum və rəhmətullah. Əziz və dəyərli müsəlman, bacı və qardaşlar. İnşallah bu videoda sizlər üçün Merac hadisəsi haqqında danışmağa çalışacağım. Merac hadisəsi haqqında aldığım notlarımı, bunların əksəriyyəti Türkiyə Diyanət Ansiklopedisindəndir. Bu notları sizlər üçün oxuyacağım. İlk öncə Merac və İsra kəlmələrinin köklərinə baxaq. Hansı mənaları gəlir? Merac, Həzrət Peyğəmbərin Məscidül Həramdan Məscidül Əqsaya, oradan da göyə etdiyi səyahəti ifadə edən bir termindir. Lüğətdə yuxarı çıxmaq, yüksəlmək mənasına gələn, uruc kökündən gələn bir ismi alət, yəni vasitə adıdır. Bu vasitə adı olan Merac kəlməsi yuxarı çıxma vasitəsi, nərdivan deməkdir. Term olaraq Resulullahın göyə yüksəlişini və Allahın qatına çıxdığını ifadə edir. Hadisə Məscidül Həramdan Məscidül Əqsaya gediş və oradan da yüksəklərə çıxış formasında şərh edildiyi üçün mənbələrdə daha çox İsra və Merac formasında keçir. Lakin bir çox dildə olduğu kimi Azərbaycanca və Türkçədə də Merac kəlməsi ilə hər ikisi də nəzərdə tutulur. İslami mənbələrdə adətən ələ alındığı forması ilə Merac hadisəsi iki mərhələdə baş vermişdir. Resulullahın bir gecə Məscidül Həramdan Məscidül Əqsaya etdiyi səyahətə İsra, oradan da göylərə yüksəlməsinə də Merac deyilmişdir. Ədəbiyyatdakı bu bölgü hər iki terminin naslarda, yəni Qur'an-ı Kərim və Səhih sünnədə zikr edilməsindən irəli gəlir. Səri kökündən çıxan İsra, səri gecə gezmək, gecə səyahət etmək deməkdir. Bu kökdən çıxan İsra Qur'an-ı Kərimdə keçmiş zaman feili ilə yer almış və bir surəyə ad olmuşdur. Buna görə Allah qüdrətinin işarətlərini göstərmək üçün quluna, yəni Həzrəti Peyğəmbərə Məscidül Həramdan çevrəsi mübarək qılınan Məscidül Əqsaya gecə vaxtı bir səyahət etdirmişdir. Bu, İsra surəsinin 1-ci ayəsində zikr olunur. Ayətin tam məal formasını sizlər üçün oxuyum. Dəlillərimizdən bəzisini ona, yəni Həzrəti Peyğəmbərə göstərmək üçün öz qulunu gecə vaxtı Məscidül Həramdan ətrafına xeyir bərəkət verdiyimiz Məscidül Əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən o eşidəndir, görəndir. Merac kəlməsi Qur'anda keçməməklə birlikdə cəm, yəni çoxluq forması olan məaric, yüksəlmə dərəcələr mənasında Allaha nisbət edilmişdir. Həmçinin nərdivən mənasında məaric bir ayədə və uruc kökündən çıxan feillər də müxtəlif ayələrdə yer alır. İndi isə digər dinlərdə göyə yüksəliş təsəvvürlərindən bəhs edək. Göyə yüksəliş təsəvvürü qədim Hind və İran mifologiyaları ilə digər dinlərdə mövcuddur. Yəhudi ənənəsində İdris, İbrahim, Musa və İşaya kimi peyğəmbərlərin, eləcə də bəzi tarixi şəxsiyyətlərin yerdən ilahi aləmlərə çıxdığına inanılır. Xüsusilə mələk Yahuil tərəfindən samavi bir vasitə ilə bulud içində göyə yüksəldilən Həzrəti İbrahim Rəbbinin taxtını müşahidə etməsi ilə bağlı təsvirlərə sonraki Yəhudi ədəbiyyatlarında rast gəlinir. Xristianlıq inancına görə Həzrəti İsa çarmıxa çəkildikdən sonra məzarından çıxaraq ilahi aləmə yüksəlmişdir. Bundan əlavə Pavlusun Qüdsə doğru gedərkən mələyin müşayiəti ilə göyə səyahət etdiyi rəvayət edilmişdir. Bunların hamısı Xristian, Yəhudi mənbələrindəki rivayətlərdir. İsra və Merac hadisəsinin rivayətlərdəki təsviri. Hədis mənbələri ilə siyər kitablarında İsra və Merac ilə bağlı bir çox rəvayətlər mövcuddur. Buxari və Müslimdə yer alan rəvayətlərin ortaq nöqtələrinə görə hadisə
bu formada baş vermiştir. Bir gece Resulullah Kəbədə hicr deyilən bir yerdeyken bəzi rivayətlerde yuxuda olduğu zaman veya yuxu ile oyaqlıq arasındaki bir halda Cebrail geldi, Resulullah'ın sinesini açtı, zemzem suyu ile yuduqdan sonra içine iman ve hikmet doldurup bağladı. Buraq adlı miniyə mindirib Beytül Məqdisə, yəni Qüdsə apardı. Resulullah Məscid-ül Əqsada 2 rükət namaz qılıb çölə çıxdıqda Cebrail biri süd, diğeri şərab dolu 2 qab getirdi. Resulullah süd dolu qabı seçdikdə Cebrail ona fitrət seçdin, yəni təbiəti seçdin deyə xitab etdi. Ardınca onu alıb dünya semasına yüksəltdi. Semaların hər birində ardıcıl olaraq Adəm, İsa, Yusif, İdris, Harun və Musa peyğəmbərlərlə görüşdü. Nəhayət Beytül Mə'murun yerləşdiyi 7-ci səmada Həzrəti İbrahimlə görüşdü. Sidrətül Münteha adlanan yerə çatdıqda yazıcı mələklərin ələm cızıltılarını eşitdi və Allahın huzuruna çıxdı. Burada Cenab-ı Hak 50 vaxt namazı fərz qıldı. Qayıdarkən Həzrəti Musa 50 vaxt namazın ümmətinə ağır gələcəyini söyləyib Allah'tan onu yüngülləşdirməsini, istəməsini tövsiyə etdi. Namaz 5 vaxta endirilənə qədər Həzrəti Peyğəmbərin ilahi huzura müraciəti və Həzrəti Musa ilə diyaloğu devam edir. Bir rivayete göre de Resulullah'a Meyrac'da Bəqərə suresinin son ayələri nazil edilmiş ve Allah'a şərik qoşmayanların bağışlanacağı müjdesi verilmiştir. Lakin bazı ayelerin ayrı olarak nazil olmasının, Kur'an'ın Cebrail tarafından endirilmesi həqiqətinə zid düşeceği ve bu cür rivayetlerin ayelerin fəzilətinə yozulması gerektiği bildirilib. Meyracla bağlı rivayetlerdeki fərqliliklər. Meyracla bağlı rivayetlerde bazı fərqliliklər mövcuddur. Məsələn, səhih rivayətlərdən bir qismində birbaşa Məscid-ül Həramdan səmaya yüksəliş izah edilir. Lakin İsra ve Meyracın eyni gecede baş verdiği qəbul edilib rivayətlərin bütünü nəzərə alındıqda Resulullah'ın Məscid-ül Əqsaya getdiyi ve burada aralarında İbrahim, Musa ve İsa'nın da olduğu peyğəmbərlər topluğuna namaz qıldırıldığı anlaşılır. Digər bəzi xəbərlərə görə Resulullah hadisəni Məkkədə xəbər verdiği zaman Qureyş qəbiləsi onu yalanlayıb Məscid-ül Əqsa haqqında suallar soruşduqda Allah ona məscidi göstərmiş ve beləliklə suallara cevap vermiştir. Meyracla bağlı xəbərlərdə mövcud olan ətraflı təsvirlər arasında zəif rivayətlərin olduğu bildirilmiştir. Meyrac hadisəsinin tarixi və qeyd olunması. Mənbələrdə Meyracın baş verməsi barədə bəzi tarixlər verilsə də, ən səhih qəbul edilən rivayət bunun müsəlmanların 1-ci və 2-ci Həbəşistan tarixindən sonra Həzrət Xədicə və Əbu Talibin vəfatını təqib edən dövrdə hicrətdən 1 il əvvəl baş verdiyi şəklindəki nəqildir. Rəbiül əvvəl və ya Ramazan ayından bəhs edən rivayətlər olsa da, müsəlmanların əksəriyyəti Meyracı Rəcəb ayının 27-sində qeyd edir. Meyracdakı Məscid-ül Əqsa və onun mənəvi yeri. Meyrac hadisəsində önemli yer tutan Məscid-ül Əqsanın hansı məscid olduğu barədə ayələrdə açıqlama verilməmişdir. Yalnız ətrafının mübarək qılındığı bildirilmişdir. Məscid-i Əqsanın uzaq məscid mənasına gəldiyi, halbuki Qur'anda Fələstin üçün ədnəl ərz, yəni ən yaxın yer ifadəsinin istifadə edildiyi qeyd edilərək, Məscid-i Əqsanın səmavi bir məscid olması ehtimalı üzərində durulsa da, həm tarixi məlumatlar, həm də ayədəki ifadələr nəzərə alınmaqla sözü gedən ibadətgahın tarixi bir reallığının olduğu anlaşılır. O dövrdə məscidin olmaması daha əvvəllər Qüdüsdə Məscid-i Əqsanın olmadığını göstərmədiyi kimi, Məscid-i Əqsanın müsəlmanların ilk qibləsi olduğu da bilinən bir məsələdir. Bir hədisdə də bildirildiyi kimi, Resulullah dövründəki Kəbə Həzrəti İbrahimin qurduğu
binadan fərqlidir. Belə görünür ki, səmavi dinlərdə tövhid inancı baxımından ibadətlərin yerinə yetirilməsi zamanı möminlərin yönəldiyi məkan bir məqsəd deyil, bir vasitədir. Bu məkanın üzərindəki binanın əsrlər boyu dağılıb yenidən tikilməsi və ya zaman-zaman mövcud olmaması məkanın mənəvi mövqeyinə təsir etməz. İsra və Meracın mahiyyəti cismi yoxsa ruhani olması mübahisəsi. İsra və Meracın mahiyyətinə dair ən əhəmiyyətli mübahisə onun cismani yoxsa ruhi baş verməsi məsələsidir. Kəlam və hədis alimlərinin əksəriyyəti hadisənin cismani və oyaq halda reallaşdığı fikrini qəbul etmişlər. Buna görə ayədə keçən abd, yəni qul kəlməsi ilə Rasulullahın ruh, bədən bütövlüyü ilə nəzərdə tutulur. Ayənin zahirini təvil etməyi tələb edən bir səbəb yoxdur. Ayənin əvvəlindəki tənzih ifadəsi də hadisənin əzəmətinə işarə edir. Əgər İsra və Merac yuxuda baş vermiş olsaydı, bu adi bir hadisə olardı və Qureyşlilər onu inkar etməzdilər. Bundan əlavə, sənə göndərdiyimiz yuxunu insanlar üçün bir imtihan, sınaq vəsiləsi etdik. Məalındakı ayədə yer alan rüya, yəni yuxu kəlməsi gözlə görməyi ifadə edir. Əgər yuxu halında görülən rüyanı bildirmiş olsaydı, bu bir imtihan vəsiləsi sayılmazdı. Abdullah İbn Abbasın kəlmənin gözlə görmə demək olduğunu vurğulaması da bu şərhi dəstəkləyir. İsra və Merac məsələsindəki Həzrəti Aişə və Muaviyyə İbni Əbu Süfyandan rəvayət edilən fərqli şərhləri də dəyərləndirən alimlər sözü gedən rəvayətlərin hədis texniyi baxımından problemlər daşıdığını irəli sürmüşlər. Meracın ruh və bədənlə baş verdiyini müdafiə edənlər bu barədə bəzi əqli dəlillər də gətirməyə çalışmışlar. Məsələn, Fəxrəddin Ər-Razi Günəş və planetlərin böyük kütlələrinə baxmayaraq çox sürətlə hərəkət edə bildiklərini söyləyərək Allahın diləməsi halında başqa bir varlığın da bənzəri bir sürətdə çatmasının mümkün olduğunu irəli sürür. Ona görə Resulullahın meraca yüksəlişi qeyri-mümkün görülsə, Cəbrailin enişi də eyni formada qeyri-mümkün görülməlidir. İslam filozofları göy cisimlərinin nüfuz edilməsi qeyri-mümkün kütlələr formasında olmasından hərəkət edərək meracın cismani reallaşmasına etiraz etmişlərdir. Lakin bu etirazları əsassız hesab edən kəlamçılar bütün cisimlərin eyni xüsusiyyətdə və quruluşda olduğunu, bir cisim üçün etibarlı olan halın digərləri üçün də etibarlı sayılacağını bildirmişlər. Meracın cismani meydana gəldiyini əsaslandırma zamanı kəlamçılar məsələnin daha çox Allahın iradə və qüdrəti daxilində olmasına ağırlıq vermişlər. Bu çərçivədə edilən şərhlər məsələni insan ağlının anlayacağı bir səviyyəyə endirməyə əsaslanır. Ancaq möcüzə anlamında ilahi ayələrdən olan bu hadisəni tamamilə əqli çərçivəyə soxmaq asan deyildir. İsra hadisəsinin ruhən baş verməsi görüşü. İsra hadisəsinin ruhi cəhətdən reallaşdığı görüşünü mənimsəyən alimlər Həzrət Ayşənin Resulullahın bədəni yerindən ayrılmamış, o ruhi ilə səyahət etmişdir və Muaviyyənin İsra Allahdan gələn sadiq bir yuxudan ibarətdir formasındakı bəyanlarını və Həsən Əl-Bəsrinin bu görüşə etiraz etməməsini dəlil olaraq qəbul etmişlər. Bu alimlərə görə Buxari və Müslimdə yer alan yuxu ilə oyaqlıq arası bir halda ikən yatağımda uzanmış yatarkən formasındakı ifadələr bunu göstərir. Ayədə keçən abd, yəni qul kəlməsi də yalnız ruhu ifadə edir, çünki insan bədəninin ünsürləri davamlı dəyişdiyi halda dəyişməyən şey ruhdur. İsranın ruhən reallaşmasının fövqəladə bir hadisə sayıla bilməyəcəyi iddiasına da toxunan bu görüş sahibləri meracın fövqəladə bir hadisə olduğunu və hər ruha nəsib olmadığını bildirirlər. Bunların ən əhəmiyyətli dəlili isə İsra surəsinin 60-cı ayəsində keçən rüya, yəni yuxu kəlməsidir. Ayə İsra hadisəsi ilə əlaqələndirilərək
rüyanın gözle görmeyi değil, yuxuda görmeyi ifade ettiği neticesine gelmişlerdir. İbnül Qayyim el-Cevziye ve Şah Veliyullah et-Tehlivinin görüşleri. İbnül Qayyim el-Cevziye, Meyracın yuxuda reallaşması ile ruhi reallaşması arasında bir fərqə dikkat çekir. Burada çok önemli bir fark vardır deyir. Ona göre Hazreti Ayşe ve Muaviye bu hadisenin yuxuda değil, ruhi cəhətdən baş verdiğini söylemişler. Yuxu başka, ruhi başka. Bu sadece bir yuxudur, ruhi değildir. Bir de var yuxuyla oyanıqlığın arasında bir halda ruhun yükselmesi. Bilinçli bir halda yükselme. Yatan şəxsin gördükləri oyaq ikən duyğuları ilə qavradığı şeylerin misallarından ibaret olur. Beləliklə o göğe kaldırıldığını görer, lakin ruhu yükseldilmez. Yani bir insan yuxuda neyi görürse, oyaq ikən də bir şeyi düşünüp qavrayırsa o ona beraberdir. Bu şekilde olarsa onun ruhu yükseldilmez. Bu ruhani değildir. Resulullah'ın yükseldiğini kabul eden iki gruptan biri ruh ve bedenle, diğeri ise bedeni olmadan ruhu ile meyraca çıktığını söylemiştir. İkinci grup meyracın yuxuda baş verdiğini irəli sürmemiş, ruhun şəxsən seyahat ettiğini kastetmiştir. Yani bu yuxuda yok, ruhun şəxsən yükselip seyahat ettiğini söylemişler. Meyracı ruhi olarak şerh eden Şah Veliyullah et-Tehlevi ise ruh alemi ile maddi alem arasında bağlayıcı bir alem vardır. Meyracın da bu alemde bir seyahat olduğunu bildirmiştir Şah Veliyullah et-Tehlevi. Çağdaş müelliflerin Meyracın ruhen baş vermesi görüşü. Birçok çağdaş müellif de İsra ve Meyrac hadiselerinin ruhi cəhətdən reallaştığını söylemişler. Meyracın bedeni olduğunu iddia edenlerin delillerini zayıf hesap eden Şibli Numani, İsra suresinin ilk ayesinde yer alan abd yani kul kelimesinin ruha ait edilebileceğini söyleyir. Ona göre insan bedeni her an değişikliğe maruz kalır, kalıcı olan, değişmez olan ise ruhtur. Bundan əlavə Meyrac hadisesinde adı çekilen Məscid-ül Əqsa'nın haricindeki mekan ve hadiseler bu varlık sahesinde değildir. Ruhani aleme aittir. Buna göre de bu tecrübe ruhun maddi ünsürlerden kurtularak melekut alemine yani ruhani aleme ettiği bir seyahattir. İsra suresinin 60. ayesinde bahsedilen rüyanın insanlar için bir imtihan vesilesi olarak gösterilmesi de Şibli'ye göre Meyracın oyaq halda baş vermesini zəruri etmir. Çünkü bir şeyin imtihan mevzusu edilmesi onun mütlaq, fövqəladə sayılmasını tələb etmir. Muhammed Hamidullah da rəvayetlerde geçen yuxu ile oyaqlıq arası bir vəziyyətdə idim ifadesinden yola çıxaraq bu seyahatin Resulullah'ın tam şuurlu vəziyyətdə, lakin ruhun hökmranlığı altında reallaştığını söyleyir. İsra ve Meyracın sayıları hakkındaki fərqliliklər. Qaynaqlarda İsra ve Meyracın Resulullah'ın hayatında neçə dəfə baş vermesi meselesi de əhəmiyyətli bir yer tutur. Bunun sebebi rəvayetlerde ortaya çıkan tarix, təsvir ve məlumat fərqlilikləridir. Bəzilərine göre İsra biri oyaq ikən digəri yuxu halında olmaqla 2 dəfə baş vermiştir. Diğer bir görüş ise her ikisinin de oyaq olarkən bedenle reallaştığı yönündedir. Bunlardan birincisi Məscid-ül Əqsa'ya qədər, digəri ise Məscid-ül Əqsa'ya oradan da səmaya qədər olanıdır. Bir kısmına göre ise 3 dəfə veya daha çok baş vermiş. Bunların biri ruh ve bedenle oyaq ikən, digəri yuxu halında olmuştur. İsra'nın bir dəfə oyaq ikən bedenle, Meyracın ise bir dəfə ruhi cəhətdən reallaştığı təsəvvürü de mevcuttur. Ancak ekseriyetin görüşü her ikisinin de eyni gecede baş verdiği yönündedir. İbn-i Qayyim el-Cevziye, ihtilafın farklı rivayetlerin lafızlarına ilişip qalan zayıf nəql edənlərdən irəl gəldiyini söyledikten sonra Meyracın birden çok baş verdiği qəbul edilərsə, hər dəfəsində 50 vaxt namazın fərz qılınmasını izah etməyin mümkün olmadığını qeyd edir. Resulullah'ın Allah'ı görmesi meselesi.
Resulullah'ın Merac'da Allah'ı görüp görmemesi meselesi onun Sidretül Münteha'da 2 yay ucu aralığı kadar Allah'a yakınlaştığını ve onu gördüğünü bildiren ayelere esaslanır. Bunlar da Necm suresi 7'den 14'e kadar olan ayelerdir. Bu ayelerde sözü giden yakınlaşmanın kimler arasında baş verdiği ve Resul-i Ekrem'in kimi görmesi meselesi iki formada anlaşılır. Birincisi, yani birinci anlayış, yakınlaşma Resulullah ile Cebrail arasında baş vermiştir. Bu fikri müdafiye edenler sahabelerden Hazreti Ayşe, Abdullah İbn Mesud, Ebu Zer el-Gıffari ve Ebu Hüreyre'dir. Tabiinlerden Mücahid İbni Cebir, Hasan el-Besri, Katade, İbn Dıame, Rebi İbni Enes ve müfessirlerin ekseriyeti. Bunlar hadisenin Resulullah ile Cebrail arasında baş verdiğini kabul edirler. Diğer görüşe göre ise yakınlaşmanın birbaşa Allah ve Resulullah arasında baş verdiğidir. Enes İbni Malik, Şerik İbni Abdullah vasıtasıyla naklettiği Meyrac rivayeti buna delil teşkil edir. Lakin yaddaşının zayıf olduğu bilinen Şerik'in nakl olunan metni tam koruyabilmediği malumdur. Rivayetlerde Sidretül Münteha'ya yalnız peygamberlerin ve meleklerin çatabildiği ve oradan geçmeyin yalnız Resulullah'a məxsus olduğu qeyd Lakin İslam alimləri Allah ile Resulullah arasında belə bir yaxınlaşmanın açıq formada təcəssümə, yəni cisimləşdirməyə dəlalət etdiyini və müvafiq mətinlərin zəbti doğru olsa belə zahiri mənalarıyla qəbul edilə bilməyəcəyini bildirmişdir. Allahın peyğəmbərə, peyğəmbərin Allaha məkan və məsafə anlayışları ilə deyil, Resulullahın dərəcə və məqamının yüksəlməsi, duasının qəbulu və müxtəlif nemətlərə nail olması ilə izah edilmişdir. Resulullahın Allahı görüb görmədiyi barədə fikir ayrılığı yaranmışdır. Birinci görüşdə olanlar, görmeyi qəbul etməyənlərin başında Həzrət Ayşə və Abdullah İbni Məsud gəlir. Rəvayətə görə Əbu Zər el-Gıffari Resulullah'a Rəbbini gördünmü deyə soruşmuş, Resulullah da o bir nurdur, necə görə bilərəm demiştir. Həzrət Ayşə Muhammedin Rəbbini gördüğünü ileri sürən kimsənin Allah'ı iftira etmiş olacağını söyləmiş, görmə ilə bağlı ayələri də Resulullah'ın o görülən yalnız Cebrail idi hədisi ilə izah etmiştir. Hazreti Ayşe Allah'ın bu alemde görülebilmeyeceğine delalet eden iki ayeni de demiştir. Birinci ayet Enam suresi 103. ayet celile gözler onu derk etmir, o ise gözleri derk edir. İkincisi ise Şura suresi 51. ayet celile Allah insanla ancak vahiy ile veya perde arkasından danışır yahut bir elçi gönderir ve o da Allah'ın izniyle onun istediğini vahyedir. Bu ayetleri Hazreti Ayşe'ye bildirmiştir. İkinci görüş. Görmeyi müdafiye edenler görmenin şekli barəsində, forması barəsində fərqli şərhlər vermişlər. Bir qismi Hazreti Peyğəmbərin Rəbbini qəlb gözü ilə, bir qismi də bədən gözü ilə gördüyünü irəli sürmüşlər. Bu mövzuda ilahi beyanların konteksti ve onların ilk nazil olan ayetler arasında olduğu nəzərə alındıqda yaxınlaşma ve görmenin Cebrail'in özü ve onun vahiy getirmesi ile əlaqəli olduğu anlaşılır. Necm suresi İsra suresinden əvvəl nazil olduğuna, İsra ve Merac'ın da eyni gecede baş verdiğine göre yaxınlaşma ve görmeni əhatə edən ayələrlə Merac hadisesi birbaşa əlaqəli değildir. İsra ve Merac'ın mahiyyəti. Əvvəl zikr etdiyimiz mövzu ilə əlaqəli ayə və hədislərdən İsra və Meracın bədəni yoxsa ruhani olaraq gerçəkləşdiyi nəticəsini çıxarmaq mümkündür. Ancaq başda Buxari və Müslim olmaqla mötəbər mənbələrdə yer alan hədislər içində Resulullahın sinəsinin yarılması, bürağa mindirilərək 7 qat səmaya və daha da ilərisinə aparılması, süd və şərab qədəhlərindən birisini seçməsi, 50 vaxt namazın 5'e indirilmesi kimi meselelerin təqdim edilme forması Merac'ın ruhi olarak baş verdiği fikrini destekleyir. Merac, kelam alimler tərəfindən möcüzə olarak kabul edilmekle birlikte kelam əsərlərinin birçoğunda hadisenin Resulullah'ın hissi olan yani maddi olan möcüzələr arasında zikredilmemesi dikkat çekir. Diğer tərəfdən hissi olan
möcüzələrin meydana gəlməsinin məqsədi etibarilə insanlar tərəfindən müşahidə edilməsi lazım olduğu halda Meyrac yalnız Rəsulullahın müşahidəsi olub Qur'an-ı Kərim və hədislərin xəbər verməsi ilə bilinir. Möcüzənin tərifi və nübüvvəti sübut etmə funksiyası tərəfindən baxıldıqda Meyracın klassik möcüzə ölçülərindən kənarda Rəsulullahın mənəvi dünyasında gerçəkləşib ona güvən və qüvvət verən fövqəladə bir hadisə xüsusiyyəti daşıdığı başa düşülür. Rəsulullahın əmisi Əbu Talib ilə xanımı Həzrət Xədicənin vəfatının həmçinin maddi və mənəvi əziyyətlərə məruz qaldığı Taif səfərindən geri qayıtdıqdan sonra gerçəkləşən Meyrac hadisəsinin ona Allah tərəfindən lütf edilən mənəvi bir dəstək olduğu aydındır. Bu ilahi lütfün son nəbinin gətirdiyi mesajın Məscid-i Əqsada özlərinə namaz qıldırdığı və göylərdə görüşdüyü peyğəmbərlərin mesajlarını dirçəltəcəyi və haqq dinin bütün dillərə hakim olacağı formasında şərh edilməsi həm naslar, həm də tarix baxımından görünür. Gərək Qur'an-ı Kərimdə, gərəksə qövli və feili sünnədə namazın dini həyatdakı əhəmiyyətinin israrla vurğulandığı bilinir. İftidah təkbirindən sonra qulun Allaha xitab etməsi ilə başlayan namaz zahiri şəklindən kənarda batini mövqeyi ilə müminin ruhi meracı sayılır. Bu cəhətdən namazın müminin meracı olduğu halındakı dəyərləndirmənin doğruluğu ortaya çıxmış olur. Bəli, bu videomuzun da sonuna gəlmiş olduq. İnşallah ki, faydalı olmuşdur. Bəli, biraz sıxıcı olur. Çünki ancaq bura baxıram, oxuyuram. Çünki burada aldığım notlar var. Bunların hamısını atlamadan sizlərə bildirmək istəyirəm. Öz kəlmələrimdən ziyadə elmi bir şəkildə alimlərin, hocaların yazmış olduğu cümlələri sizə nəql etməyi daha doğru bilirəm. Çünki mən yanlış edərəm. Çünki burada daha gözəl kitab cümlələri vardır. Əziz və dəyərli müsəlman bacı və qardaşlar, bizlərə dəstək olmaq məqsədi ilə bu işlərimizin, bu xidmətlərimizin daha da irəliləməsi üçün videolarımızı bəyənməyi unutmayın. Kanalımıza abunə olmağı unutmayın və videolarımıza dualarınızı rəy bölümündə yazmağı unutmayın. Və ya öz tənqidlərinizi yaza bilərsiniz. Və ya bir fikirlərinizi bizimlə paylaşa bilərsiniz. Sizin bu fikirləriniz bizim üçün çox faydalı ola bilər. Məsələn, hansı mövzularda video çəkməyimizi istəyirsiniz? Bunları da bizlərə rəy bölümündə bildirə bilərsiniz. Allaha əmanət olun. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu.